Əgər statusu ofisin qarşısında parkalamaq mümkün olsaydı, yəqin ki, o belə görünəcəkdi. Nəhayət ki, Geely Mancaro'dan daha böyük, daha əzəmətli flaqman modelini təqdim etdi. Geely Galaxy M9. Deyəsən, mən Galaxy-nin yeni embleminin sirrini açmışam. Tezliklə avtomobilin sahibi pin kod yığacaq burada. Galaxy M9 özünə diqqət tələb etmir. O diqqəti özünə çəkir. Ağıllı və diodlu optikasıyla və əlbəttə ki, burada süd yolu galaktikasını görürük. Yeri gəlmişkən o canlı olaraq şəkildəkilərdən daha effektli görünür. Yandan baxırıq, təmiz cizgilər. Görünür ki, dizaynerlər təmkinlə işləyiblər. Panikasız, filansız. Əlbəttə, cizgiləri qeyd etmək lazımdır. 20 düymlü və mən isə 21 düymlü sifariş verərdim. Amortizatorlar ağıllıdır, adaptivdir. Yeri gəlmişkən onun 2 qat pnevmo askısı var. Clearance də 25 cm. Odur ki, heç bir yoldan və yolsuzluqdan qorxmur, tam ötürücülüdür. Arxa tərəfdə artıq trendə dönmüş, bax bu, işıq zolağı və lakanik bir görüntü. Ümumiyyətlə, o samballıdır və olduğundan, qiymətindən daha bahalı görünür. Görürsən, salonda vəziyyət necədir? Salon təhlükəlidir, birisi niyə? Çünki aşıq ola bilərsən. Bura daxil olan kimi premium söhbət başlayır. 3 sıra, 6 yer və dostlar da, ailə də yerləşər. Şəhərdə isə mobil bir ofisiniz var. Materiallardan danışsaq, nappa dəri, bax bu göstərdiyim orta hissələrdə yan tərəflər süni dəridir. Amma biz bilirik ki, Çinlilər nə keyfiyyətli süni dəri hazırlaya bilirlər, özdə heç bir heyvanı öldürmədən. Hər 3 sırada isinmə, masaj, ventilyasiya. Keçək qarşı tərəfə. 32 düymlük 6K mükəmməl bir qrafikası olan displey. Sol tərəfdə ayarlar, sağ tərəfdə isə daha çox əyləncələr əlbəttə. Çox operativ işləyir. Salonda təzəsinə baxanda mənə elə gəldi ki, o qədər də cəhd deyil. Amma sən demə o plyonka mane olurmuş. Gördüyünüz kimi reaksiyalar anidir. Yəni ki, çox sürətli çipi var bunun. Smartfonunuz dərhal inteqrasiya olunur sistemə və əlbəttə ki, səs komandaları da öz yerində. Mərkəzi tuneldə bax bu şaybanı gördüm. İllər qabaq Alman bir premium brendi bunu tətbiq etmişdi. Burada hələlik səsi alıb verirəm, amma əslində bura çıxarmaq olar müəyyən funksiyaları idarə etmək üçün. Yanında fiziki düymələr də var. Burada bax bu cihazlar panelini göstərmək istəyirəm sizə. Belə nazik, çox maraqlı, xudmani və bütün informasiyaları sizə çatdıran. Xoşlamıram bax belə olsun cihazlar paneli. Bütün məlumatları proyeksiya olur ön şişəyə. Arxa oturacaqdayam və dediyim kimi burada həm ofis ola bilər, həm də ki ailə səyahəti üçün. Gəlin masanı sizə göstərim. Masa açılır, üstündə notebook və ya yemək də qoymaq olar. Soyuducuya baxaq. Soyuducu burada sizin xidmətinizdədir. Və eləcə də televizor var. İndi operatorumdan xahiş edeyim, televizoru qoşsun. Odur ki, uzaq səyahətdə istədiyiniz filmi də izləyə bilərsiniz. Qrafika mükəmməldir. Arxa sərnişinin daha bir üstünlüyü var. Əgər qarşıdakı sənə mane olursa, bir dübəni basmaqla onu qatlaya bilərsən. Açıq burada elə bir atmosfer var ki, qara şüşənin arxasında tıxac var, yoxdur, heç nə hiss etmirsən. Tam rahatlıq, televizor, masa, soyuducuda ət, kalbasa, pendir də, yan görüm. Bu mənim tekstim deyil. Əhməd haradadır, hara düşdü bura? Saatda 100 kilometrə qədər sürətlənmə, cəmi 4,5 saniyəyə təsəvvür edirsiniz. Əlbəttə, axıra qədər yoxlaya bilməyəcəm, amma hər halda dinamikaya baxaq. Bu fantastikadır. Geely Galaxy M9 paralel hibriddir. Bu deməkdir ki, elektrik mühərriki ilə benzin mühərriki növbə ilə çalışmırlar. Onlar çiyin-çiyinə çalışırlar. Bu da əlbəttə ki, gücünü artırır. Baxın, 3 elektrik mühərriki və 1 benzin mühərriki 1,5 turbo toplam olaraq 870 at gücü necədir sizin üçün? İnanmayacaqsınız, amma mən deyim bu necə olur. Ümumiyyətlə, mən Çinlərin yerində olsaydım, daxiliyyanma mühərriki ilə heç məşğul olmazdım. Almanların 150 ildən çox tarixi var. Məhz hibridlər və elektrik avtomobillər Çinlilərdə çox gözəl alınır. O ki, qaldı etibarlılıq baxımından artıq sübut olunub ki, yarım milyon kilometr gedir. Yeri gəlmişkən dairədə hiss elədim ki, əgər sən sürətlə döngəyə daxil olursansa, dərhal əks tərəfdən
Bax, burada aktiv dəstək var oturacaqda. Bir qədər şişir ki, sən ləngər vurmayasan oturacaqda. O ki, qaldı dinamika məsələsinə bir daha deyirəm. 4.5 saniyə 100 km sürəti. Bundan tez kim ola bilər? Gəlin baxaq. GLX AMG və yaxud X7M. Onlar isə bu avtomobildən 4 dəfədən çox bahadır. Bu necə alınır? Sonda deyəcəm. Döngələrdə hiss etdim ki, sanki komfort naminə bir balaca gəmi kimi yırğalanma var. Əslində, dərisov, sürət və dinamika və bu cür komfort bir qədər ilk baxışdan çaşdırır adamı, amma yəqin ki, kökləyiblər bütün askını da, təhlükəsizlik baxımından da çox ciddi yanaşıblar. Yəni, komfortla dinamika arasında bir kompromis tapmağa çalışıblar. Bilirsiniz, korporasiyanın startaplardan üstünlüyü nədir? Tutalım, Lisyan olsun və ya Nio kimi startaplar. Onlar platforma işləyirlər, bir avtomobil üçün onun üzərində işləyirlər, onlar üçün detallar sifariş verirlər. Bir də var korporasiya, bir dənə platforma sifariş verir və elə həmən platformada Lincoln Code 9.0-a, Zikr 9X-a və M9-a üstə gəl, daha çox detallar sifariş verərkən qiymətlər aşağı olur və ümumiyyətlə bu təkcə Geely'nin yox, ümumiyyətlə Çin iqtisadiyyatının bir uğurudur ki, hətta faydalı qazantıları da ucuz gətirir. Yəni bateriyada elektrik mühərrikləri də bilirik ki, məhz buna görə qiymətdə ucuzlaşır. Siz də deyirsiniz Çin maşını. Ay hay.